Ağdam rayonunda 37.154 hektar ərazi təmizlənib və 31.105 ədəd mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilib. Bunu Fövqəladə Hallar Nazirliyi Xüsusi Risklə Xilas Etmə Xidmətinin mina əleyhinə xüsusi təyinatlı hərbi hissəsi və Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyinin Ağdam rayon ərazisindəki mina təmizləmə sahəsinə təşkil olunan mediator çərçivəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Ələkbərov bildirib. Onun sözlərinə görə ölkə ictimaiyyəti mina təhlükəsi ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətin gedişatı haqqında müntəzəm məlumatlandırılır. İşğaldan azad edilmiş ərazilərdə minaların və partlamamış hərbi sursatların, eləcə də müharibənin partlayıcı qalıqlarının təmizlənməsi işlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Risklə Xilas Etmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi də fəaliyyət göstərməkdədir. Məlumat üçün bildirim ki, Fövqəladə Hallar Nazirliyi və ANAMA-nın birgə fəaliyyəti nəticəsində hazırda Ağdam rayonunda 37.154 hektar ərazi təmizlənib və 31.105 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bu fəaliyyət zamanı heyətimiz yüksək səviyyədə kurs keçib, ölkə başçısının tapşırığı nəticəsində təmizləmə fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün müasir avadanlıqla təchiz olunub. Ərazilərin təmizlənməsində mexaniki vasitələrdən istifadə edilir. Qeyd edək ki, Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. İlkin qiymətləndirilmələrə görə Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina bastırılıb. 2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-na dək aparılan mina təmizləmə əməliyyatlarının nəticəsində işğaldan azad edilmiş 200.321 hektar ərazi təmizlənib. Ümumilikdə 196.056 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Onlardan 137.422 ədədi partlamamış hərbi sursat, 36.881 ədədi piyada əleyhinə minalar, 21.753 ədədi isə tank əleyhinə minalardır. 2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-na dək ümumilikdə 237.000 mina hadisəsi qeydə alınıb. 2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-na dək 394 nəfər mina qurban olub. 394 nəfər mina qurbanlarından ümumilikdə 70 nəfərə həlak olub. 324 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Mina qurbanlarının 14-ü az yaşlı və gənc, biri qadın olmaqla 210 nəfəri mülki şəxsdir. Onlardan 55 nəfər həlak olub, 155 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. 1991-ci ildən bu günədək 3400 nəfərdən çox minadan zərər çəkən qeydə alınıb. Onlardan 362 nəfər az yaşlı və gənc, 38 nəfəri qadınlardır.